Var idi. Bununla biz danışanda mən bunu başqa bir qadınla tutmuşdum da mesajlarını. Sonra dedi ki üstünə qoya bilmədim. Nəysə bir tərs sübut olundu. Dedi ki, Ay xanım, necə görmüsən ki, sübut edirsən? Sən görmüsənsə nətər bir tərs sübut edirsən? Bunlar nə danışır? Bir təhər nəyi sübut edirsən? Deyirsən görmüşəm, sonra deyirsən bir təhər sübut elədim. Boynuna almırdı da. Yəni, boynuna nəyi almırdı? Görmüsənsə nəyi almırdı boynuna? Yaxşı, nəysə. Deməli biz dalaşdıq, ayrıldıq. İndi təzədən hər yerdən blok eləmişəm, amma yenə təzədən qayıtmaq istəyir. Amma o qadınla da əlaqəsini kəsməyib də, Instagramda takipləşirlər falan. Kimdir ki o qadın? O qadın boşanıb, bir qızı var, amma ki onunla əlaqələri var da. Deyir ki, mənim təbii ehtiyacımdır falan. Kimdir mənim təbii ehtiyacımdır? Mənim əks sevgilim. Təbii ehtiyacını sən alsın aparsın da. Neynəsin? Sən alsın aparsın da elə. Hə, deyir ki, evləndən sonra düzələcəm. Səncə düzələndir, yoxsa yox? Xanım, necə bir söz deyim? Sana bir dənə adres verəcəm. O adresdə özünə hörmət yükləyirsən. Birinci onu özünə yükləyirsən. İkinci, aşkım. İndi bilməm yalan deyirsən, düz deyirsən. Həm düz deyirsənsə, Yox, düz deyirəm. o sənə indidən xəyanət edirsə, o zaman alıb aparandan sonra vəbşə sən o evdə tapmayacaqsan. Başa nə deməkdir? Gör nə qədər sırtıq. Adı bu getib qoy buradan deyim. Gör nə qədər sırtıq, özün bəyənmiş bir pasiyakdır ki bu. Paskuda. Mən elə oğlanın üzünə mən tüpürmərəm. Onu tutaram, belə cırğın ataram. Mənə durar, deyər ki, filan bəzməkəm. Onu cırğın ataram, sürüyərəm onu. Nə qədər səviyyəsiz insanlar var. Çoxdur. Valla bu qızlar özünü hörmət eləmir, yaxşılardan qıraq. Ləman mən söndürmədim. Niyəsə özü söndürmədim. Deyirəm də, adı boy getdi. Başa şükür nə dedim, qulaq asdın mənə. Bir də zəhmət olması canlının səsini almışdım. Ki, sənin səsinə qarışmasın. Deyirəm ki, oğlanı qəşən bir abrın bükürsən ətəyinə. Bükmüşəm, o qədər bükmüşəm. Yəni, Ay xanım, büksən təzdən barışmarsan, özünə hörmət eləyərsən deyirəm. 100% nə deyib cındır buna. Boşanıb, özünlə onu bir tutma. Arada bir ged-gəldəyəm, onunla elədiyimi səndən eləyə bilmərəm. Belə boşanmışın denən cındır, daşı düşsün sənin başına. O şıntırın vəbşə səhifəsini atarsan mənə. Onu tutaram, cırğın ataram, onun tikələrini heç kəs tapa bilməz. Mənim başım cındəməsin. Mənim şəkilimi qıza göstərib. Qız buna deyib ki, eşidirsən, qız buna deyib ki, bizim münasibətimizi kəsməliyik, mən artıq münasibətə girəm də. Bu da götürüb qıza mənim şəklimi göstərib, qız buna deyib ki, gətir görüm necə bir qızla evlənirsən. Qıza mənim səhifəmi falan vermişdi, mənim bütün başqa səhifələrimdə var, evi ki, səhifə işlədirəm də, onu vermişdi, öz səhifəmi vermişdi, qız hər yerdən dostluq atmışdı. İndi bir sən eləmək istəyirəm, onun itin sözünü demək istəyirəm, amma demişəm, prosto eşitmir də. Xanım, o onsuz da atıb yaşayır, onun için sözünü desən nə olacaq, çox vecinədir. İndi bir yenə blok atdım, sən də atın nəsə pis belə ağzıma gələn deyim, yoxsa yox. Çünki yazmışdı mənə yenə. Nə yazmışdı? Nə yazmışdı? Salam necəsən? Ay Allah, hər oğlan o sözü yazmır. Hər oğlan o sözü yazmır. Hər oğlan o sözü yazmır. Sən o bilsən? Qədrini bil. Ondan qabaqda yəni. Sən də yaz ki, yaxşıyam pesi, sən necəsən? Nə şükürürsən, pesidir də. Yox, istəyirsən, istəyirsən. Yaz gör, nə reaksiya verəcək? Görürsən aşkım, pesi ilə evlənmək istəyirsənsə, sənə uğurlar arzulayıram. Heç bir şey deyə bilmərəm. Məsləhətim. Olivay. Bir də... O elə o boşanmış alacaq andol Allaha, sən qalasın qıraqda. Bu sözü mən Ləman deyirəm sənə. Get. Sən otur, yaşa gör. Onun alması it olub hürərəm küçələrdə mən. Yaxşı? İndi görərsən. Nılqı keç olsam. Baxar sözündə. Olacaq. Mən istəyirəm bu sözü. Çox bax, matrişka kimi gedib orada mən o qızla mürtləşirəm. Allah nə alım ağı deyən oğlanların belinə dostları let bağlayır, bax belə. Onu
görə də böyük-böyük danışmaq lazımdır. Buyurun. Bir də buradan axırıncı xəbərdarlıq edirəm. 2 Həsir Məmməd Nəsir. Əsir. Bir də burada başqalarının adını yazdığınızı görsəm, məndən incimin. Sizi bir yolluq atacam bloka. WhatsApp'da da yalvarsanız da çıxartmayacam. Bu sözü burada sizə deyirəm. Nazarata nazarat. Xoşlamıram. Sizə demişəm ki, mənim zanımda hər kuş qaşqaldağın adını çəkməyim mənim zanımda. Xariş elərim sizə. Qırsanı verir. Prim verməyin. 10 dəfə deməyəcəm. Sırtıq kimi bir söz yazmayın. Peşman edirsiniz mən yazığı kimlənsə salam sağol eləməyə. Nə yiyirsən? Bildim arama yedim nə yedin. Ay mənə WhatsApp'da mesaj yazanlar qurban olun başladım zəng eləsən. Ləman salam zəng edim. Mən eləyin dana eləyin. Soruşur da balıq yedim sancılandım. Sevər köpü be. Yol gəlib mən ondan ölüb. Dolma yiyib yatıb. Nol 77 318 3099. Açıram bir dəqiqə. Alo. Ayda bir dəfə zəng açıram, o da elə bir çolaqdır. Alo. Bəli. Ne istəyirəm ki, sırğanız cəş yoxşur da şeydir. Nə yoxşur sırğan? Cəş yoxşur. 077 bu qardaş kim sözün zırı görüm bu kimdə? İmkan bir yığımda sən yığanmırsan, bırak. Hə. Ama salam. Salam, buyur. Necəsən, mənim? Sağ ol. Nə olub bədəni işığa bilmirsən bayaqdan lan? Lama deyir dostlar, birin demiş olsun. Çox sağ ol. Əsas o da düdün. Hə, deyil. Hiç tekrar Özünü də öldürürsən diyaqlama. Digər elə deyirsən. Kulağım seninle bak. Neyini Kimi? Həkimlə danışanda 50 dəfə danışır. Hədə nə bilim yadımdan çıxıb da o gündə zəng bir qız düdün. Gündə bir dənə qız adı çəkirsiniz burada. Yox, mən bir də bir güzel çəkmirəm. Mən də bir dənə güzel çəkmirəm. DJ Ləman efirdədir, buyurun. Nə idi adı? Mən nə bilim, mən nə bilim, qurban olum. Öz adım yadımdan çıxır. Nə idi sən problemi? Başdan danış görüm. Məqsəddən sağlaydı. Yanında da deyilmə gəldi də bağlamışam. Dağıtmışım deyil. Acımda böyle şeyler aldım. Hə, nə oldu sonra? Ne oldu işte bir ay için bir ay olsun danışmıram. Ama yadıma kaldı. Ada səsin gəlmir, sən müdətəşiriyorsun üzvü. Biraz möhkəm danış. Nə maşının altında danışırsan məndən? Əsəbləşmədi. Burada VPN işdir hər şey. Möhkəm danışdı, telefon tut ağzıma da. Hamı yazır eşidilmir. Ölürəm. Demək o sözü. Deyirəm neyiniyim bundan ben? Sen yadına sıkılmış ki her gün demirdim. Yalvar barışlar, jestlər elə hədiyyələr aldı. Nə yeməli? Mənimsə yaqarı torpağın da. Yani devam eləməli ya. Hə. Yox, görəm əsəblisən. Yaxşı, sağ ol. Bu mənə niyə minnət qoydu? Yaxşı deyib qız səndən ayrılıb belə. Dış başını, deli başını. Mənə niyə sifət elədi oz bu? Dişlərin qırılsın. Şalatqı 1 milyon eləmirsə bağlayım, vızqırdım gedim. Sevər bunu nətər qulaqlar əli qoydu. Başım batsın, sevər. Bu da ki, sevər. Onda tıklayım 1 milyon olaq. Balığı yedim, halım pisləşdi. Nəsə elə bir zəhərləndim mən yox. Balıq yeyəndə pomidor yeməməliysən ha əslində. Mən bədi bax. Alo. Alo. Bəli. Axşamınız xeyir. 077 318 3099 numarasını ara bacım. Buyurun. Bir dənə sual verə bilərəm sizə.
20 milyon dolarınız olsaydı ilk ne yerdiniz? TikToka bir müddət girməzdim. Ev alardım özümə. Ha, inşallah. Sual məni öldürür. Niyə bu sual? 20 milyon dolar göndərmək istəyirsiniz mənə? Yox, bir dənə sual vermək istədim, maraqlı gəldi cavabınız. Sən nə edərdin 20 milyon doların olsaydı? Vallahi mən də belə getsək alacaqdım. Oldu, çox sağ olun. Neyse. Danışmaq istəmirəm. Yaxşıyam. Neyse, ağzıma açmaq istəmirəm. Ali, buyurun. Alo. Salam Nilay xanım. Salam. Zəhmət olmasa WhatsApp-da yazdığıma baxa bilərsiniz. Sizin canınızı kimsə paylaşır, yəni görməlisiniz məncə. Haqqınızdır. Linkini də atmışam. Kim paylaşır xanım? Linkə girsəz görəcəksiniz onu. Zəhmət olmasa baxın. Niyə paylaşır ki? Bilmirəm, baxın da xanım. 100% mənə nəsə eləmək istəyirlər. Sizə görə deyirəm, ona görə istədim. Narahat eləmək istədim. Səni görməli link atırsan ki, az, bura bax az, nerə bax az, cüllüt. Sən indi mən link atırsan ki, mən o linkə girim. Linki canlı paylaşarlar da mən Vallahi özüm. yox, siz də alıb atmışam sizə, girib baxa bilərsiniz. Bilgimə canlını paylaşarlar da mən deyirəm canlını paylaşsınlar da oxşar etsin. Xam yaxşısınız. YouTube-da paylaşırlar, xanım. Paylaşmalıdırlar da xanım canlı yayım kayıtlar. Siz yaxşısınız Elə xanım. yox, siz kayıt deyil xanım, canlı formada. Həbərdən səhifə takip yığırlar da, nə olsun? Nə Sizə görə qayırdım? dedim, yəni. YouTube'da nə qayırdım xanım? Mən sizə görə deyirəm. Biləm, YouTube'da nə inirdi? Başa çıxmır. Yəni YouTube'da nə inirdi maşın? Linkini atmışam. Ay Allah. İndi hal-hazırda canlıda nə İndi edirsiniz? belə saf qız qalıb. Sənin sevgilin var bacı. Yox, Niyə belə safsan ay bacı? Neçə yaşın var bacı? deməsəm olar. Demə bacı, bilərlər, tanıyarlar bacı. Tuşun nə tuşdu bacı? Gözümün tuşunu deyə Amma bilərsən. xanım, mən sizə görə dedim. Ay xanım, bildim də deyirəm gözünün Mən tuşu nə pis bir tuşdu? şey- Az mən sənə nəsə deyirəm. Sağ ol da, çox sağ ol. Deyirəm gözümə vurduğun nə tuşdu xanım? Essence. Nə yaxşı onu dedi, sağ olsun. Nə yaxşı, çox sağ xəbərdarlıq elədiyimə görə. Amma elə olanda qorxma günən. O özü canlını paylaşır. Elə belə mırta edirlər, zarafata. Yox ha. Yaxşı. Öpürəm. Siz də sağ olun. Saf deyil. Az indi belə saf qalıb, yox ama. 077 318 3099 numarasına Aysen git, ere git. Alo. Yemin ederim. Kim alacaq mən? Kim alacaq? Alo, çox sağ ol Sevinç xanım. Allah. Bəli. Allah. Bəli, buyurun, siz hal-hazırda ARB kanalında siz eşidilir səsiniz efirə gedəcək sabah saat 11 radələrində. Aha. Aha. Buyurun. Allah sizi qorusun. Salam aleykum, aleykum assalam. Allah səni qorusun. Sənin başına qırsasın, sənin də başına. Evet, çox sağ ol. Kızlar mikret atında paxıl olmayın. Canlını paylaşın, hədiyyə sat istəmirəm sən Allah. Alo. Axşamınız xeyir, necəsiniz? Axşamınız xeyir, buyurun. Sizə bir sual yox, sizə bir işim düşüb. Buyurun. Əmriyən maşınım varsa da bilmirəm, o sizinlə də paylaşa bilərsiniz. Adı neçədir satım da yarısını ver mənə. Nə qədər verəcəksən satsam? Neçəyə satırsan? De görüm elə. Mən dedim qiyməti satsız 5 manat verəcəm. Neçədir? Maşın neçədir? Yox, paltarı neçəyə satırsan? Maşını da. Maşın 37 min dollar. 37 bin dollarlıq maşını satacağım. Mən oradan 500 verəcəksən. Yaxşı, 1000 verəcəm. Onda gidin maşın bazarına da. Mənə əziyyət verirsən burada. O maşın bazarında satılmır da prosto. Mənə bax, 2000 versən satıram. Xəbər eləyərsən, gözləyirəm. Ya, gözləyirəm. 2000 versən, siz nömrəsiz maşının hər şeyini atarsan paylaşaram. Belə yox. De davay. Ne? 2.
2